Salam uşaqlar, bugün cümlə işləyirik və davam edək. Leksika, значение слов. 20-ci sualda qalmışıq. Так, какое из выделенных слов употреблено в переносном значении? Переносный, yəni məcazi mənada verilən. Культурное наследие, mədəni irs. Ondan sonra исторический документ, tarixi bir sənəd. Смешная девочка, gülməli bir qız. Глубокий ум, dərin ağıl. Zrительный zal, auditoriya yani. Tak, gəlin baxaq. Burada bizə verilib ki, məcazi mənada olmalıdır. Əlbəttə ki, dərin ağıl D variantıdır. В каком словосочетании выделенное слово употреблено в переносном? Burada da məcazi mənada olan istəyir. Tвердый сахар, bərk bir şəkər. Tвердый mel, bərk təbaşır. Tвердый kardon, bərk ya da sərt kardon. Ondan sonra tвердая земля, bərk torpaq və tвердое решение, qəti qərar da belə deyilir. Əlbəttə ki, biz bilirik ki, D variantı burada məcazi mənada verilibdir. 22. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada olan istəyir. Активный участник, fəal bir iştirakçı, добрый дедушка, mehriban baba, образованный человек, savadlı insan, правильное решение, düzgün bir qərar və глубокое впечатление, dərin təəssürat. Deməli, biz də bilirik ki, E variantı burada uyğun gəlir. Так, дальше. Укажите слово с отрицательным значением. Отрицательный, yəni mənfi mənalı bir sözdür. Aromat, aroma deyirik də, ətir deyirik. Честность, dürüstlük. Ondan sonra честность, благодарность, minnətdarlıq, благополучие, yəni благополучие, yəni yaxşılıq ya da rifah deyilir də başqa cür. Zlost da qəzəbdir. Burada əlbəttə ki, C variantıdır. Qəzəb sözüdür. Так, укажите слово с отрицательным. Burada da mənfi mənada olan sözü. Благородство, zədəkanlıq, честность, dürüstlük, ondan sonra дружба, dostluq, жадность, həssislik və progress, yəni tərəqqidə başqa cür. Azərbaycan dilində yəni desək. Так, deməli bizdə də E variantıdır. Дальше, 25. Какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada olanı baxırıq. Сердитый человек, qəzəbli bir insan. Светлая комната, işıqlı bir otaq. Железная дисциплина, dəmir nizam, intizam. Мягкая игрушка, yumşaq oyuncaq. Trusливый юноша, qorxaq gənc. Əlbəttə ki, переносная deyiriksə, əlbəttə ki, biz железная дисциплина deyə seçirik. Какое из выделенных слов употреблено в переносном? 26. Тоже məcazi mənada olan. Храбрые солдаты, igid əskərlər. Храбрый человек, deməli, cəsur insan. Храбрый мальчик, cəsur ya da oğlan deyək də. Храброе сердце, cəsur ürək. Храбрый юноша, cəsur gənc də. Deməli, biz də bilirik ki, храброе сердце burada переносное məcazi mənada verilibdir. 27. Какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada olan. Трусливые люди, qorxaq insanlar. Трусливое сердце, qorxaq ürək. Əlbəttə ki, biz bilirik bunu. Трусливый мальчик, qorxaq oğlan. Трусливый человек, qorxaq insan. Трусливый юноша, qorxaq gənc. Deməli, трусливое сердце. Дальше. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada. Серебряный браслет, gümüş biləzik. Ondan sonra каменный дом, daş ev. Ласковое солнце, mehriban günəş. Золотая монета, qızıl pul. Холодный ветер. Moneta yəni qəpikdir də. Холодный ветер, soyuq külək. Əlbəttə ki, burada məcazi mənada olan bizdə ласковое солнце. Дальше. Какое из выделенных слов употреблено в переносном значении? Переносное, опять, məcazi mənada olan.
Мягкая постель, yumuşak bir çarpayı da yer. Мягкое одеяло, yumuşak yorgan. Ondan sonra мягкий диван, yumuşak divan. Мягкое кресло, yumuşak kreslodur. И мягкий свет, yumuşak ışıqdır. Əlbəttə ki, burada məcazi mənada olan mягкий свет. Yumuşak ışıq da deyirik də belə. Məcazi mənada verilir. Так, дальше. 30. sualımız. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada verilən. Deməli, тяжелая sumka, ağır bir çanta, тяжелая вещь, ağır bir əşya, тяжелый portfel, ağır portfel ya da çanta da. Burada da тяжелый çimadan, ağır çimadan və тяжелый день, ağır gün. Əlbəttə ki, burada biz məcazi mənada deyiriksə, biz D variantı тяжелый день. Дальше. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada olan добрый человек, mehriban insan, добрый мальчик, mehriban oğlan, добрые люди, mehriban insanlar, добрый день. Deməli, başqa cür desək, məsələn, indi добрый день deyiriksə, gün ortanız xeyirdir da, belə deyək. Amma burada belə mənada verilib ki, mehriban gün də belə deyək. И добрая женщина, yəni mehriban qadın. Deməli, biz də bilirik ki, burada B variantıdır. Добрый день. 32. Какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada olan. Грустный мальчик, kədərli oğlan, грустная девочка, kədərli qız, грустный человек, kədərli insan, грустный голос, kədərli səs, грустный юноша, kədərli gənc. Əlbəttə ki, biz B variantını seçirik. Bu da грустный голос. 33. Какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada olan. Светлое будущее, parlaq bir gələcək, светлый диван, светлый deyəndə burada rəngi də, yəni açıq rəngdə. Светлая mebel, açıq rəngdə bir mebel də, belə deyək. Ondan sonra светлый цвет, rəngi açıq olan, светлые обои, deməli açıq rəngdə olan kağız divarı da belə. Ona görə də biz burada светлое будущее deyə A variantını seçirik. Дальше. 34. Какое из выделенных слов употреблено в переносном значении? Да? Burada da deyir ki, biz məcazi mənada seçməliyik hansı varsa. Так, чистая совесть. Чистая совесть burada təmiz vicdan. Чистый двор, təmiz həyat, чистая тарелка, təmiz boşqab, чистая улица, təmiz küçə, чистая kvartira, təmiz mənzil. Bax, A variantını biz seçirik. Чистая совесть. Какое из выделенных слов употреблено в переносном значении? Чистая комната, təmiz bir otaq. Чистая кастрюля, təmiz qazan, чистое помещение, təmiz otaq, чистая душа, təmiz bir ruh, qəlb, чистая кухня, təmiz mətbəx. Əlbəttə ki, burada B variantıdır. 36-da какое из выделенных слов употреблено в переносном значении? Məcazi mənada olan. Так. Добрая бабушка, mehriban nənə, добрый вечер, mehriban axşam da ya da başqa cür deyirik, axşamınız xeyir də belə tərcümə olur. Amma burada bu mənada yazılıb ki, mehriban bir axşam, yəni gözəl, xeyirli də belə deyək. Добрый мальчик, mehriban oğlan, добрая девочка, mehriban qız, добрые люди, mehriban insanlar. Əlbəttə ki, biz 36-da hansını seçirik? Добрый вечер. Так. Какое из выделенных слов употреблено в переносном? Burada da məcazi mənada olan. Сильный человек, güclü insan, грустный взгляд, kədərli bir baxış, веселый ребенок, şən uşaq, смелый мальчик, deməli cəsur oğlan, добрая девушка, mehriban qız. Hansıdır? Əlbəttə ki, biz C variantı грустный взгляд deyə onu götürürük. Kədərli baxış. 38-də какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada olan. Свежее молоко,
təzə süt, свежие frukты, təzə meyvələr, свежая мысль, təzə bir fikir, свежий хлеб, təzə çörək, свежие продукты, təzə ərzaqlar və əlbəttə ki, уже свежая мысль. Burada məcazi mənadadır. Və 39-da какое из выделенных слов употреблено в переносном значении? Burada da məcazi mənada olan teplый прием. Teplый прием burada isti bir qarşılanmada, belə deyək. Теплое одеяло, isti yorğan, теплые вещи, isti paltar, теплая kurtka, isti gödəkçə, теплое пальто, isti palto. Əlbəttə ki, teplый прием deyə biz 9-da A-nı seçirik. Belə uşaqlar, sağ olun, görüşərik. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir.